Qulaqçıqla yatmağın beyniniz üçün zərərli olduğunu bilirdinizmi? Əksər insan qulağında qulaqçıqla ya musiqi dinləyərək, ya da ki filmə baxaraq yatır. Amma əslində bu vəziyyət bizim sağlamlığımıza ciddi təsirlər göstərir. Birincisi, istifadə etdiyimiz qulaqçıqlar bizim qulaq yolumuzu bağlayır. Bu da uzun müddət istifadə zamanı qulaqdakı təzyiqi artırır və nəticədə qulaqda infeksiya, iltihab və eşitmə zəifliyi yarana bilir. İkincisi, simsiz, yəni Bluetooth qulaqçıqlar elektromaqnit dalğalar yayır. Uzun müddətli istifadəsi isə beynimizə zərər verir. Üçüncüsü, dinlədiyimiz musiqilər yaxud da ki, baxdığımız filmlərin səsi beynimizin yatmağına imkan vermir. Əslində biz yuxuya getsək də dərin yuxuya getmiş sayılmırıq. Bu da ki, bizim yuxu keyfiyyətimizi aşağı salır. Bəzi hallarda isə qulaqçıqla yatan zaman bu bizim qulağımızı zədələyə bilir. Çünki həmin istiqamətdə yatdığımız zaman bu bizim qulağımızın qığırdağının əzilməsinə və qulaqda müəyyən ağrıların yaranmasına səbəb olur. Qulaqçıq istifadə eləməyi bilirəm ki, hər biriniz çox sevir. Amma çalışın ki, gecə yuxuya gedərkən onu çıxarıb kənara qoyasınız. Bu cür videolarımızın davamının gəlməsini istəyirsinizsə, kanalımıza abunə olmağı və videolarımızı da bəyənməyi unutmayın.